Kamal Umudlu indi köməkçilərin işarəsini gözləyir. İşarə gəldi, startı səslənir. Hər 3 komandaya uğurlar arzulayaq. Elədi ki var, ona cəhd etdi, ötürmə. Burada qarşılayan Ryan Senharci, top uğrunda mübarizə, Xəyal. Çıxışda mövqeyini itirmişdi, amma hücum davam edir Turandan. Jorge Silva çevirdi cərimə meydançasına. Zərbə və hesab açılır. Ayderson Hurtado hesabı açır. Turan 13-cü dəqiqədə. Yox, burada oyundan kənar vəziyyət yoxdur ilk cəhdə. Qayda pozuntusu da yoxdur mənim zənnimcə. Baxaq bu epizoda, burada da oyundan kənar vəziyyət görünmür. Qapıcı Xəyal Fərzullayev çıxışda inamsız oynadı və Ayderson Hurtado dəqiq zərbə ilə onu qabaqlayaraq dəqiq zərbə ilə hesabı açır. Turan Sumqayıt görüşündə qol vuruldu. Turan hesab döndədi 1-0. Mən xatırlayıram, ötən mövsüm qış fasiləsindən sonra ilk oyunda da Ayderson Hurtado qol vurmuşdu. Yeni transfer olunan futbolçu Turanı məğlubiyyətdən qurtarmışdı. Bu buravardan gələn görüntü oyundan kənar vəziyyət yoxdur burada təbii ki. Vadji, əla sürəti var, atıb qaça bilər, amma ötürmə etdi. Ayxan Hüseynov, Ayxan, Turan əks hücuma gedir. Ayxandan zərbə və top qapıdan alı keçir. Sumqayıtın bəxti gətirdi burada. Təkirə baxaq, burada Vadji topsuz mövqedə açıq-aşkar. Keffer Resendi onu saxladı çiyini ilə. Baxın Pedro Pinto'dan çobud səhv. Vadji, İbrahimə Vadji və Xəyal Fərzullayev komandasını qoldan xilas edir. Vadji fürsətçiliyini göstərmişdi İbrahimə Vadji. Amma zərbəsi dəf edildi. Təkrara baxırıq. Pedro Pinto'nun səhvini Xəyal Fərzullayev əl oyunu ilə Jorge Silva geri oynuyor. Rəhim Sadıqov. Rəhimdən ötürmə. Bir-birinə bənzər tapşırıqlar və bu da 2-0 xeyr. Xəyal Fərzullayev Hurtado'nun dubl etməsinə imkan vermir bu dəfə. Polisiya klubundan transfer olunmuşdu. Ehtiyatda görürük onu və daha bir transferi var Sumqayıtın. Danilo Beskorovayni. Amma cərimə meydançasına göndərir. Yaxın gün zərbə və qapı dirəyi. Təkrar zərbə. Bu dəfə müdafiəçilər blokladılar. Bu da epizodun təkrarı. Uzaq küncdə Silva ələ aldı ondan topu. Əks hücum üçün fürsət var. İndi sağ cinahlı oynayır Ayxan Hüseynov. Ayxan topu çəkdi sol ayağına, keçdi bir rəqibinə, zərbəsini də vurur Xəyal Fərzullayev. 5 dəqiqə əlavə olunur. Ayxan Hüseynovun zərbəsinin təkrarı burada Xəyal Fərzullayev yenə komandasını qoldan xilas edir. Birinci hissənin ən yaxşılarından biridir Xəyal. Yamaingom. Rəqibin səhvinə yaralanmaq istədi Keffer Resendi. Özü zərbə vurur. Təhlükəli idi amma. Serrano. Ayxan Hüseynov. Baxın, solda hərəkətlənən var, gördü onu. Bu Faiq Hacıyevdir. Əl ötürmə idi və burada Xəyal Fərzullayev. İndi geri oynadı. Hurtado. Milles. Sağ cinah ötürməsi dəqiq deyil. Qurbanberdiyev yenə sərt reaksiya verir. Keffer Resendi uzaq küncə və 1-1. Və 1-1 avtogol. Hurtado indi anti-qəhrəmandır. Hesabı açan Ayderson Hurtado avtogolla yadda qalır. Ekranlara gəlmədi, fikir verin. Təkrarda da göründü, diqqət yetirdisə. Miller'in ötürmədəki səhvini, riskli ötürməsinə etiraz edirdi. Elə oynamaq olmaz deyirdi. Və zaman göstərdi ki, Qurbanberdiyev düz deyir. Və burada Keffer Resendi'nin qapıya paralel ötürməsindən sonra Ayderson Hurtado topu öz qapısından keçirir. Azərbaycan. Alejandro Serrano. Alejandro Serrano'dan əl ötürmə və Rəhim Sadıqov
ikinci qolu vurur. Turan yenidən hesabda öndədir. Baxaq. Yox, burada oyundan kənar vəziyyətdən söhbət belə gedə bilməz. Qol qeydə alınacaq, şübhəsiz. Alejandro Serrano necə gözəl ötürmə etdi. Bu oyunun ən gözəl hərəkətidir. Bu ana qədər Alejandro Serrano ötürməsi və təbii ki, Rəhim Sadıqovun bu sinəsi ilə saxlayıb son zərbəsi də həqiqətən çox yaxşı alındı. Və Turan yenidən hesabda öndədir. Qarşılaşmanın 70-ci dəqiqəsi. Qol isə 69-cu dəqiqədə vuruldu. Hazırda 70-ci dəqiqə gedir. Kefal Rəsəndi cinaha dəyişdi. Sağ cinaha. Aleksey Yankoviç. Aleksey Yankoviç sağ cinahdan irəliləyir. Yankoviç ötürməsi geriyə. Uzaqdan zərbə Sabuhidən top qapıdan Azaralı keçir. Zərbə imkan verdi. İşarə gəldi. Cərmə zərbəsini yerinə yetirmək olar. Səbəy Abdulazadə birbaşa qapıya Oleg Baklov yumruqluyur. Düz 9'luğu nişan almıştı Səbəy Abdulazadə, amma Oleg Baklov komandasını qoldan xilas edir. Out atışını indi Sumqayıt futbolçuları yerinə yetirəcəklər. Biz isə təkrar izləyik. Aleksey Yankoviç riskə getmir, geri oynayır. Səbəy Abdulazadə sağ cinaha ötürmə. Ryan Senacı ötürmə cərmə meydançası istiqamətinə. Ramalingon və qapı direği. Turanın bəxti gətirdi bu epizodda. Sumqayıt hesabı bərabərləşdirməyə yaxın idi. Özür də istədi hakimdən. Bu isə Ramalingonun zərbəsinin təkrarıdır. Sumqayıt hesabı bərabərləşdirməyə çox yaxın idi burada. Qapı direği Turanı qoldan xilas edir. Mərkəzə meyilləndi Səbuhi. Səbuhi onun yerdən ötürməsi. Aleksandr Ramalingon sağ cinaha. Aleksey Yankoviç. Yankoviç ötürmə yerdən Ramalingon zərbə və Baklov. Bu zərbəni dəf etməyi bacardı. Kefal Rəsəndin ötürməsi. Qayıdan top. Zərbə fürsət axtarır Sumqayıt futbolçuları. Təhlükəli idi, amma Emil Mustafayevin bu zərbəsi də Kefal yerdən oynadı. Emil Mustafayev Masaki Murata cinaha dəyişdi. Sumqayıt təzyiqi artırır. Bu arada hakim 4 dəqiqə əlavə edib oyunun əsas vaxtına. Burada penalti gözləyir Sumqayıt futbolçuları. Kamal Umudlu var dedi. Ötürmə cərmə meydançasına yaxın Gönçxaya Fərzullayev topu saxlaya bilmədi və Kamal Umudlu maçı bitirir. Yox, gözləyin dedi. Hələ oyun bitməyib. Out atışı olacaq. Və indi final fiti səslənir. Kamal Umudlu'nun